Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı, Kamal Bayramovla birgə Azərbaycan futbolunda ötən həftə baş verən hadisələri diqqətcə çatdıracağıq. Kamal, xoş gəlmisən. Xoş gördük. Premier Liqanın 25-ci turu başa çatdı. Maraqlı 6 qarşılaşma izlədik. Tur Şamaxıda start götürdü. Yerli komanda Araz Naxçıvana 0-1 hesabı ilə məğlub oldu. Bu nəticə ilə Araz Naxçıvan Avrokuboklar mübarizəsində mən də varam dedi. Oyun izlədim. İlk 10 dəqiqə Şamaxı yüksək presinqlə rəqibi sıxdı öz qapısına. Həqiqətən də 10 dəqiqə çox yaxşı mübarizə apardı. 10 dəqiqədən sonra sanki Araz Naxçıvan ayıldı və arxadan pozisyonla oyun qurmaqla, arxadan müdafiədən çıxışlarla yaxşı sürətli hücumlar təşkil etməyə başladı. Oyunun nəticəsi zaten görsənirdi ki, hansı komanda bir qol vursa o aparacaq. Araz Naxçıvan qolunu vurdu, apardı. Yəni Şamaxı ilə həmən oyun, yəni ən çox belə ikili mübarizələrdə fiziki güc sərf edən iki komanda gördük. Epizodlarla Şamaxının da epizodları oldu, Naxçıvanın da epizodları oldu. Oyunun taleyini bir qol həll elədi. Komandaların futbolçularının fərdi keyfiyyəti, Naxçıvanda o futbolçuların fərdi keyfiyyəti görsənirdi ki, Şamaxı komandasından üstündür. Bu Şamaxının bir oyun tərzi var. Lazım olmayan məqamlarda özünə yaxşı xallar yığır. Məsələn, Neftçi ilə oyunda heç-heçə eləyir, Sumqayıtı məğlub edir və gəlir o Avrokuboklar uğrunda mübarizəyə pərdə atanda dərhal məğlub olur. Yəni bu mövsüm artıq 4-cü oyundur ki, hətta 3 oyunda Ayxan Abbasov özü deyir ki, biz lazım olan məqamlarda qalib gələ bilmirik, komandanın gücü çatmır. Zirə ilə 2 dəfə qarşılaşmalarda, elə Araz Naxçıvanla bir dəfə qarşılaşma olsun. Bunun səbəbi oyuncuların keyfiyyətinin rəqiblərə nisbətən aşağı olmasıdır, yoxsa hələ də Şamaxı üçün Avrokuboklar mübarizəsində iştirak etmək üçün tezdir? Şamaxı, ümumiyyətcə onların bir oyun tərzi var. Baxırsan ki, komandanın bir sistemi var, oyun tərzi var. Sadəcə olaraq orada bu, məsələn, adını çəkdiyimiz bu komandalardan, Arazdan, Zirədən oyuncu keyfiyyəti yəni yüksək deyil. Onlardan aşağıdır hansı ki oyuncuların keyfiyyəti. Onlar da öz komandasına uyğun bir futbolçular yığıb, tapıb gətiriblər aşağı qiymətə, normal qiymətə. Amma bir götürsən futbolçuları fərdi keyfiyyətdə, o digər komandalar onlardan fərdi üstünlüklərdə üstün olduqlarına görə epizodlarda oyunun taleyini həll edirlər. Şamaxının o itirdiyi xallar məsəl üçün, onlar da götürəndə müqayisə eləsək ki, nə ilə bağlıdır? O da hardasa müdafiədə ani diqqətsizlik, məsəl üçün hücumda epizodları qaçırmaq bu futbolçuların fərdi keyfiyyətindən xəbər verir. Ola bilərmi ki, mövsümün əvvəlində elə rəhbəri qarşılarına məqsəd qoyur ki, yox siz bu il Premier Liqada qalmağa oynayacaqsınız və futbolçular özü də Avrokuboklara adaptasiya ola bilmirlər. Zaten orada futbolçular hansı büdcə var, o büdcəyə o futbolçular yığılır. Maksimum dərəcədə çalışırlar ki, yaxşı futbolçular tapsınlar. Çünki bilirsiniz ki, Zirədə və yaxud Naxçıvanda onların futbolçuların arasındakı adicə maddi durum qiymətindən ölçəndə, hansı ki, futbolçuların keyfiyyəti orada da bilinir. Məsəl üçün, 30 minlik futbolçu var, 25 minlik futbolçu var, hansı ki, aylıq ödənişdən Zirədə, Naxçıvanda, Şamaxıda o futbolçu yoxdur. Və o futbolçular da göstərir ki, hərə öz keyfiyyəti, az futbolçunun keyfiyyətinə görə qiymətlər də var. Zaten onlar başdan da bilirlər ki, yəni çempionatda yeganə sponsoruz komandadır və onların məqsədi nədir? Biraz boylarından hündür tullanmaq imkanları olsa, onlar üçün o bir sevindirici haldır. Olmadığı halda onlar zaten qarşılarına qoyulan məqsəd yerlərini Premier Liqada qorumaq idi, onu da tamamlayıblar. Karvan Yevlax Zirəyə 0-1 hesabı ilə məğlub oldu. Hər iki komandanın rəhbər heyətləri oyundaydılar, Yevlaxdaydılar. Yevlax şəhər icra başçısı oyuna gəlmişdi və bir də Zirənin fəxri prezidenti və yaxud da prezidenti Orxan Məmmədov o oyundaydı. Gərgin qarşılaşmayı izlədik. Çox asan qələbə qazana bilmədi Zirə. 1-0 hesabı ilə qalib gəldi və Avrokuboklar mübarizəsini hələ də davam etdirir. Bilirsiniz, Karvan son oyunlarda görürsən ki, rəqiblərə qarşı
mübarizə aparmağa başlayıb. Hansı ki, rəqiblər var, onları asanlıqla məğlub edə bilmirlər. Amma bu bir qədər gec başladı. Bunu vaxtında başlamaq lazım idi və komandanın çempionat başlayanda və yaxud ikinci dövrədən normal şəkildə hazırlayıb belə bir start götürmək lazım idi. Hansı ki, bu komandalar onlarla mübarizə aparanda belə çətinliklərlə qarşılaşsın. Amma bu Zirə ilə oyunda götürəndə Zirədir, məsəl üçün, hansı ki, bu Avro zolaqları oynayan komandalar var. Bir dəqiqə onlarda hamısına gərgin dövrdür. Fərqi yoxdur, Karvandan oynasa, Qəbələ ilə oynasa. Çünki elə bir dönəmdədirlər ki, onlar hal-hazırda yəni bir baskı var üzərlərində. Yəni, bugün xal itirərəm, sabah xal itirərəm və o zolaqdan uzaqlaşaram. Belə bir baskıya görə düşünürəm ki, normaldır 1-0 qələbəsi Zirənin. Zaten komanda baxımından, keyfiyyət baxımından da Karvandan üstündür. Karvan zaten keçən turda da deyəsən baş məşqçiyə sual vermişlər ki, genel birinci dəstədə qalsaz necə davam edəcəksiniz deyə. Baxıram ki, baş məşqçi də razılaşıb buna. Hamı razılaşıb və Karvanla yəqin ki, yüksəkliyə vidalaşacaq. Oyunda bir hakim məqamı oldu. Karvan Yevlax hesabı açdı. Joyslide Mikes qolu vurdu, amma qayda pozuntusuna görə hakim VAR-dan gələn siqnaldan sonra, VAR-dan gələn mesajdan sonra qolu ləğv etdi. Həmin epizodda Rəşad Sadıqov həmin ana kimi çox sakit idi. Həqiqətən o bəlkə də karyerasının ən sakit oyununu keçirirdi. Sadəcə yaxınlaşdı, dördüncü hakimi dedi ki, topa təmas yoxdur, birbaşa əyaqdır və bu etirazdan sonra elə VAR hakimi də, yəni hakim də Rəşad Əhmədov da VAR-a baxdı və qolu ləğv elədi. Məncə açıq-aşkar qayda pozuntusu var idi. Bəli, həmin epizodda açıq-aşkar İbrahim Kanteyə qarşı qayda pozuntusu var idi. Düşünürəm ki, VAR-ın müdaxiləsi doğru idi və verilən qərar düzgün idi. Bir də mətbuat konfransında maraqlı hadisələr oldu. 40 dəqiqədən çox mətbuat konfransı keçdi. Düzdür, həm polemika var idi, həm müzakirə var idi. Sadəcə Rəşad Sadıqovun bir sözü xüsusi diqqətimi çatdı. Hər nə qədər səhvlər olursa da olsun, mən Azərbaycanlı hakimlərin idarəçiliyindən çox razıyam dedi. Oyun içərisində Rəşadın emosional olması, hansı oyunun dinamikasından, gelişindən emosional olub hansısa bir ifadəsini kobud şəkildə deməsi və yaxud oyunun gedişatına müdaxilə eləməsi, hakimin işinə müdaxilə eləməsi bu normal haldır. Bu baş verə biləcək bir şeydir. Amma adam etiraf edir ki, mən yəni hər nə olur olsun hakimlərimizdən razıyam. Ola bilər oyunun dinamikasında, təzyiqində hansısa bir ifadələr işləyə bilərəm və yaxud oyundan sonra ümumən razıdırsa razıdır. Biz ona nə deyə bilərik. Amma ən çox da etiraz edənlərdən biri də Rəşad Sadıqovdur. Keçək digər oyuna Sabah Sumqayıtı 3-1 hesabı ilə məğlub etdi. Yəni, bir çoxları düşünürdü ki, Sumqayıt bu oyunda darmadağın olacaq. Əslində darmadağına doğru gedirdi. Yəni, oyunun sonlarında Sabah bir qədər rahatlaşdı. Yəni, 3-0 hesabı təyin etmişdi və Sumqayıt son dəqiqələrdə təsəlliverici bir qolla oyunun nəticəsini konkretləşdirmiş oldu və Sabah addım-addım çempionluğa yaxınlaşır. Bəli, Sabah yəni hər dəfə təkrarsızlıq olmasın, yəni çox gözəl bir oyun sistemi var, oyun üslubu var və ondan qopmadan davam eləyir. Zaten bu məsəl üçün əvvəlki oyunlara, keçənki oyunlara götürəndə Sabahın oyunları eniş olurdu. Yoxuş olurdu, belə bir şeylər baş verirdi. Amma bugünkü gündə stabil olaraq davam edir və düşünürəm ki, yekunda da bunun bəhrəsini görəcəklər Sabah komandası. Çünki həqiqətən də möhtəşəm bir futbol oynarlar. Sumqayıta gəldikdə, Sumqayıta zaten hər şey bəllidir. Yetərsiz heyət, hansı ki bir müddət, birinci, ikinci dövrə vuruşdular, döyüşdülər. Rəqabətin olmamağı bugün komandada inkişaf getməməyin səbəbi oldu. Rəqabətsizlikdən, hansı ki oradakı olan futbolçular da inkişafdan qaldı və bir müddətdən sonra gücləri tükəndi. Sabahı durduran tapılacaqmı səncə? Yəni, komanda ardıcıl qələbələr qazanır və sadəcə və sadəcə bir məğlubiyyəti var. Heç kimə də uduzmur. Çempionluq yolunda əmin addımlarla irəliləyir. Bu komandanın qarşısına Azərbaycan Premyer Liqasında hazırda mübarizə aparan hansı komanda çıxa bilər?
Az qalıb çempionatın bitməyinə. Amma mən düşünürəm ki, sabahın ən azından 1-2 məğlubiyyət olacaq. Belə bir şey düşünürəm. Yəni son 8 turda ən azı 1 və ya 2. 1 və yaxud 2 məğlubiyyəti olacaq. Çünki rəqibləri də oradakı haski oynayası rəqibləri də sıradan komandalar deyil. Hamısı məsəl üçün lap aşağıda gedən komandalar deyil, yuxarıda gedən komandalarla Nefti ilə, səhv eləmirəm, Tovuzla, Zirə ilə. Fasilədən dərhal sonra Araz Naxçıvan oynayır. Araz Naxçıvandır, Qarabağdır. Bu komandalar var. Mən düşünürəm burada sabahın 2 dənə məğlubiyyəti var. Ola bilər səhv düşünürəm, amma ən azından 2 məğlubiyyət olacaq. Turun növbəti oyunu çox maraqlı keçdi və qalmaqallara səbəb oldu. Yevlaxda Kəpəz Qarabağı 1-0 hesabı ilə məğlub etdi. Oyun baxımından bəli, başa-baş oyun getdiyini söyləmək çox çətindir. Qarabağ birbaş üstün oynadı, amma əks hücumlarda və əlinə düşən fürsətləri yararlandırdı Azər Bağırovun komandası və Kəpəz 1-0 hesabı ilə qalib gəldi. Görüş haqqında fikirlərim maraqlıdır. Mən Kəpəzi qələbə münasibətlə təbrik edirəm. Yəni, hər nə olur olsun, Kəpəz üçün böyük bir qələbədir. Bu sezon ərzində 2 dəfə Qarabağı məğlub eləmək elə bir şey deyil və lazım olan, vacib olan xal qazandı. Qarabağ üstün futbol oynadı. Yəni, bu açıq-aşkar görünür ki, yəni Qarabağ üstün futbol oynadı. Oyunda, məsəl üçün, qaranlıq məqamlardan biri, orada epizod var idi, 11 metrlik epizod. İndi sonra da VAR-dan ona dedilər ki, VAR-ın səsini də yaydılar ki, burada ayağa topa toxunuş var, nə bilim, nə var. Amma düşünürəm ki, mən Kəpəzin qələbəsinə kölgə salmaq istəmirəm. Yenə təbrik edirəm Kəpəzi, böyük uğurdu Kəpəz üçün. Amma həmən epizodda Qarabağın da haqqına girdilər və düşünürəm ki, bu epizod, bu verilən qərar Qarabağı çempionluqdan elədi. Həmin epizoda gələcəkdik, amma əgər danışdınsa bu epizod barəsində bir də danışardıq. Hakimlər Komitəsi sağ olsun, artıq biz 3-4 həftə dalbadaydı deyirdik ki, VAR danışıqları ictimaiyyətə təqdim olunsun. Rəhim Həsənova bizim verişi izlədiyinə və fikirlərimizə hörmət etdiyinə görə təşəkkürümüzü bildiririk. Amma aması çox vacibdir burada. VAR danışıqlarında orada 4-5 dənə səs var. Biri Rauf Cabbarovdur bildik, biri hakim idi, Əli Əliyev idi, biri də Rauf Cabbarovun köməkçisi idi, onu da başa düşdük. O 3-cü, 4-cü səslər kim idi, mən onu başa düşə bilmədim və çox da rahat şəkildə özdə ingiliscə deyir, yəni orada tight deyir, yəni xırda bir toxunuş var topa deyir. Bu xırda toxunuşa görə penaltini ləğv etdirirlər və qaydanı da izah edirlər ki, topa toxunuşdan sonra bilməyərəkdən rəqibin ayağına müdaxilə olarsa, bu penalti deyil. Yəni, mən başa düşmürəm. Orada bütün hamının məqsədi həmin epizodlarda. Yəni, mən bilmirəm də, yalnız kimsə ayağına penalti, yəni ayağına vurub penalti olmaq istəyən bir müdafiəçi var, penalti edilmək istəyən müdafiəçi var, yoxsa yox. Yəni, bu topa toxuna bilmir, azcana topa dəyir, sonra gəlir ayağına dəyirsə, buna necə penalti vermək olmaz? Mən bilmirəm, yəni... Mən epizodu çox şərh eləməyəcəm. Bir dənə söz kəsirəm, epizodda da orada da elə şəkli ya Paint-dən yığıblar, yoxsa Photoshop-dan yığıblar. Orada bir ara kəsmə atıblar. Yəni bir xətt atıblar ortalığa ki, yəni həqiqətən də görsənsin ki, top ayaq topa dəyir birinci. Bilirik də birinci topa dəydi. Epizodu çox şərh eləməyəcəm. Bax, məsəl üçün bu həftə də baş məşqçilərin, digərlərin çıxışlarına da qulaq asdım. Çempionatımızda limit götürüldü. Legioner istənilən sayda hər komanda oynada bilər. Məşqçilər legioner olub. Yəni, demək olar ki, komandaların bir çoxunda məşqçilər hamısı legionerdir. Rəşad Sadıqov da qeyd elədi ki, bizdə hardandır bu əcnəbi sevgisi, bizdə o vaxtdan var əcnəbi sevgisi. Zaten məşqçilər də əcnəbi sevgisindən ötəri, yəni az da ürəkləri getmir. Yəni, hansısa məşqçini təyin elə, yəni Azərbaycanda vəzinə götürsün, desinlər 20 nəfər əcnəbiyə icazə veririk, heç bir ödəniş olmayacaq. Mən inanıram ki, bəlkə 21-ci, 22-ci gətirəcəklər ki, ödənişlə licbə əcnəbi olsun. Mən deyirəm ki, hakimləri də gətirməyəcək.
Gətirin qardaş. Əcnəbi hakimlər gəlsin oyun idarə. Gətirin qardaş. Qoy əcnəbi hakimi olsun, əcnəbi baş məşqçilər olsun, əcnəbi futbolçular olsun. Birazdan klub rəhbərləri də əcnəbi olsun. Yəni onlar da gəlsin əcnəbi olsun. Ondan sonra Ya özümüzə heç nə qalmasın. Yox, zaten biz azarkeş kimi gedəcəyik də, özümüzə niyə qalmır ki? Biz fan klubda zaten. Bir dənə sadəcə futbola baxmaq. Biz fan klubda. Gətirin hamısı əcnəbi olsun, hamısı əcnəbi olsun. Bugün mən Rəşad Sadıqovun... İndi özün deyirsən, Kamal. Yox, Rəşad Sadıqovun orada bir sözünə razıyam. Məsəl üçün deyir ki, biz 9+2 olsaydı. Qardaş, hamımız vaxtında onu tələb eləməliydik. Hamımız deməliydik. Bugün biz futbolumuzda bu durumda olmağımız, hər kəs deyir ki, əcnəbilər niyə gətirirsiniz? Zaten gətirib onları bir il yedirdi, bitirdirik. Bizə heç bir faydası yoxdur. Heç bir faydası da olmayacaq. İndi gətirin hakimlər də əcnəbi olsun, baş məşqçilər də əcnəbi olsun, futbolçular da əcnəbi olsun. Hər kəs əcnəbi olsun, qardaş. Əgər bu hakimlər işlərini doğru dürüst yerinə yetirə bilmirlərsə, konkret olaraq əcnəbi hakimlərə ehtiyac olursa, niyə gətirməsinlər əcnəbi hakim? Gətirsinlər də. Yəni, ölkənin ən yaxşı var hakimlərindən biri hesab olunur Rauf Cabbarov və bütün vacib oyunlarda var hakim olaraq o təyin olur. Elçin Məsiyevdir, Əliyar Ağayevdir, Rauf Cabbarovdur. Bunlar yaxşı var hakimləri hesab olunurlar. Bu adam varda baxıb, topa toxunuşu ortalığa çıxardırsa, sonra Hakimlər Komitəsinin sədri onun qərarını doğru hesab edirsə, demək ki, bu ölkəyə əcnəbi hakimlər lazımdır bu çempionata. Necə ki, Əliyar Ağayev gedir Oman çempionatını idarə edir, Küveyt çempionatını idarə edirsə, necə ki, Yunanistan çempionatını idarə edirsə, bizə də həqiqətən əcnəbi hakimlər lazımdır. Çünki balaca toxunuşu, bir balaca topa toxunur, daha sərt ayağa toxunur və Hakimlər Komitəsi deyir ki, yox, bu doğru qərardır, penalti deyil. Sən oyunçunun istiqamətinə bax, oyunçu sol ayağına topu çəkir və epizoddan kəpəz rəsmləri oyundan sonra dedilər ki, oyun vaxtı dedilər ki, bu dəfə də bizə yaxşılıq elədilər. Bax, orada o oyunçunun növbəti hərəkəti, növbəti istiqaməti, yəni Kamil Duranın növbəti hərəkəti qapı. Bəli. Yəni oradan çıxırdı, 3 oyunçunun əhatəsindən çıxıb zərbə vuracaq. Offside epizodunu da dəyərləndirmədilər. Bilməm, açıq-aşkar offside var idi yoxsa yox, təkrardan xət qoyulmamışdı, əyri-müyri bir şey var idi. Heç bunların hamısını başını buraxıyor. Bunlar bizə lazımdır nə? Hətta indi səninlə danışa-danışa fikirləşdim ki, bizim fan klubları da əcnəbi eləmək lazım. Ya xaricə əcnəbi məşqçi azarkeşdə gətirsinlər. Onlar bizim futbol sevmirlər axı, ya maraqsız olsun. Yox, yəni oranı deyək də. Yəni biz zaten oturaq evdən baxaq. Biz futbolçu olaraq, məşqçi olaraq hamımız oturaq evdən baxaq. Bütün hamısı əcnəbi olsun və qoy hamısı da əcnəbi. Yəni biz hətta bizə qulaq asmasınlar. Biz onlarla danışa bilməyək. Zaten bir səhvləri zadlar olanda özləri aralarında müzakirə eləsin, həll eləsin. Biz zaten oturub burada heç danışmayacaq səndən. Düşünürsən ki, bu qərar Qarabağ çempionluqda elədir? Əlbəttə bu qərar düşünürəm ki, Qarabağa çempionluq yolunda böyük bir təsir olacaq. Çünki oradakı o 11 metrik cərimə verilsəydi, bilmək olmaz oyun taleyi necə olacaqdı. Mən Sabahın oyununa gördüyü işə kölgə gətirmək istəmirəm. Onlar öz gücündən oradadır. Yəni, yaxşı mübarizə ilə, yaxşı futboldan oradadılar. Sadəcə olaraq o mübarizədən Qarabağı qopardan qırılma nöqtəsi budur. Mən Qurban Qurbanov mətbuat konferansında sual verdim ki, 9 oyununuz var. 9-da 9 eləyərsəniz çempionluq şansınız nə qədərdir? O da ki, Sabahın xal itirəcəyinə, çox xal itirəcəyinə inanmıram. Əlbəttə, yəni o da Qurban müəllim də bilir ki, Sabah bu il sıradan bir komanda deyil. Yəni stabil olaraq tam təkmilləşmiş bir komandadır. Ona görə də yəni onun xal itirəcəyini çətinliklə gözləyir. Amma mən arada düşünürəm də, yəni 1-2 məğlubiyyəti var Sabahın. İndi hansı komandalarla olacaq, necə olacaq, onu qarşıdakı oyunlarda görəcəyik. Keçən növbətdə oynayan Neftçi İmişdini 6-0 hesabı ilə darmadağın etdi. Və son 10-15 il ərzində bəlkə də Neftçinin ən yaxşı oyunlarından biridir. Düzdür, çempion olduğu il də var idi. Amma həmin vaxtlarda belə gözəl oyun sərgiləməmişdi Neftçi. Yuri Vernudub komandanı toparlaya bilib. Düzdür, ardıcı xal itirmələri oldu. Şamaxını heç elədilər, Turantovuza məğlub oldular. Amma bütün bu hadisələrin acığını İmişdən çıxdılar. Oyunun ayı neçəsi oldu? Martın 20-si.
20-si? Bəli. 22-si. Samir müəllim qeyd eləmişdi ki, martın 22-si yəni Keçən il qeyd eləmişdi, mətbuat konfransında bildirmişdi ki, yəni onu qeyd eləmişdi. Komanda da dediyi vaxtda tam olaraq özünü bərpa eləyir. amma Samir Abbasovsuz. Amma Yəqin ki, özü mən düşünürdü. Samir Abbasov olsaydı, indi olmadı. Mən düşünürəm ki, onun da özü də olsaydı bugün normal bir komanda formalaşacaqdı, komanda özünü tutacaqdı. Yəni 2 dəfə imişdiyə uduzan Samir Abbasov bir uduzan bir heç Olacaqdı. Zaten ona doğru gedirdi. Sadəcə səbirlər çatmadı. Bilmirəm, nə söhbətlər oldu. Mən elə düşünmürəm. Yəni bu dəqiqə gedək Neftçi azarkeşləri arasında sorğu keçirsək, hamısı da Samir Abbasovun bu komandanı məhv elədiyin. Murad Məmmədovu oynatmırdı ki, euforiya qapılıb, amma Yuri Vermdub gələndən sonra Murad Məmmədov Pafosa gedir artıq. Müqavilədə bağlayıblar. Emil Səfərovu silmişdi ki, bu nə yarım müdafiəçidir, bunu niyə alıb gətirmisiniz? Rəhbərliyə belə etirazlar bildirirdi. Bu dəqiqə üçün Emil Səfərov komandanın ən yaxşılarından biridir Vermdub gələndən sonra. Emin Mahmudov qocalıb, çatdıra bilmir, qaça bilmir, bəhanələri eləyirdi və Vermdub gələndən sonra Emin Mahmudov komandanın ən çox qol vuran futbolçulardan və qol yaradan futbolçulardan biridir. Yəni, nə qədər misallar çəkə bilərik? Nə qədər tərifləsən, misal da çəksən, mən bayaq dedim, əznəbiləşdirməliyik hamısını. Mən ona bir xopla deyirəm, yəni bir sənətər mənə əsəb verir, mənə əzab verir o, has ki, yerli məşqçilərimizə, yerli futbolçularımıza, hakimlərimizə, has ki, əznəbi sevdası var. Biz hamımız deyirik ki, filankəsin əznəbi sevdası var, filankəsin əznəbi sevdası var. Qardaş, biz ümumilikdə bu belədir. Biz bir dənə öz yerimizə, bir idmansımıza o qədər diqqətlə, qayğı ilə yanaşmırıq. Amma hansısa bir əznəbiyə inandırım sənə canımızı verərik də. Yəni, mən nə qədər Vermudubda olsam, nə də olsa, Samir Abbasov bizim dəyərli məşqçidir. Samir Abbasov çılğın xarakterlidir. Bu insan yaxşı işlər görə bilər. Hardasa bəlkə işinə müdaxilə var, gərginlik var, nəsə var belə. Amma savadlı kadrlarımızdandır və inanıram ki, gələcəkdə daha yaxşı bir komandada, daha yaxşı bir işlər görəcək. Hal-hazırdakı dördlük, ilk dördlük, istənilən halda çempionat belə qutarsa, bu dördlük istənilən halda Avrokuboklara gedir. Buradakı bu dördlüyün keyfini pozacaq bir komanda varsa orada, o da Neftçidir. Yəni, bu dördlüyə daxil olduğu halda, yəni, o dördlüyün keyfi pozula bilər. Yəni, bunun üçün də baxıram ki, yəni, mübarizə aparır. Necə mübarizə aparır? Barqasın atıb qaçdığı epizod var. Mbappe kimi atıb qaçdı. Bax, o cürlə mübarizə aparır da. Yəni, konkret olaraq biri var ki, yavaş-yavaş mübarizə aparır. Yəni, o Barqasın qaçdığı mübarizə kimi mübarizə aparır. İmişli artıq 7 oyundur ki, qol vura bilmir. Bu da əcnəbi. İmişliyə mən çox üstünə getməyəcəm. Yeni komandadır. Qarşıya qoyulan tapşırıq... Komanda play-off oynamağa doğru gedir. Qarşıya qoyulan tapşırıqları zaten az-çox üzərindən gəlib də. Amma yeni komandadır. Bunda bu 6-0-lıq məğlubiyyət, ondan sonra məsəl üçün 3 oyun, 5 oyun, 6 oyun, qol vurmama, belə hallar normaldır yeni bir komandaya görə. Yox, baş məşqçi heç bir dəyişiklik eləmir. Yəni artıq bu komanda oxunub da, sən 7 oyundur, qol vura bilmirsənsə, 2 oyuna 11 top buraxırsansa, yəni çempionatın əsas... Pis başlamamışdılar. Orada da görsənir ki, oyuncu keyfiyyəti, psixoloji durum və yaxud vaxtından tez olar çempionatda yerlərini bərpa elədiklərini düşündülər. Rahatlaşma getdi. Ən böyük üstünlüyü bir baş məşqçinin komandanı hər zaman eyni səviyyədə, eyni tempdə saxlama gücünə malik olmasıdır. Yəni, bunu bugünkü imtahanda hal-hazırda bacarmır. Yəni, gələcək üçün, daha yaxşısını etmək üçün, daha yaxşı olmaq üçün rəhbərlik də yəqin ki, oturub fikirləşəcək ki, yəni gəlib hansısa dönəmdə belə çətinliklərə düşməyək. Ona görə də düşünürəm ki, İmişli düşməyəcək çempionatdan. Ora gələcəkdim. Əvvəlcədən Karvan Yevlağı başa düşdük.
bir çoxları düşünür ki, elə biz də fikirləşirik ki, Premyer Liqanı tərk edəcək, amma riyazi olaraq Premyer Liqada qalmaq şansları var. 3 komanda play-off oynamağa namizəddir mənim fikrimcə. İmişli, Kəpəz və Qəbələ. Bunlardan hansının oyun tərzi və gücü imkan vermir ki, play-off oynamasın? Bax, Qəbələ qış dönəmindən sonra yaxşı başladı. Amma sanki elə bir ki, qayıtla bir qış yuxusuna getdilər. Nəyə getdilər? İmişli pis futbol oynamır. Məsəl üçün, baxırsan ki, yaxşı mübarizə aparır. Heyətində də keyfiyyətli futbolçuları var. Həmçinin Qəbələnin özü qış dönəmindən sonra yaxşı futbol sərgilədi. Heyətində də futbolçular qatdı. Ondan sonra Kəpəz Azər Bağırovun gedişindən sonra istər-istəməz fərq görürsən komandada. Amma düşünürəm ki, hal-hazırdakı gedişatla düşünürəm ki, çox güman ki, play-offu Qəbələ oynayacaq. Yəni, bugünkü günə. Turan-Tovuz Qəbələni çətinliklə məğlub etdi. 3-2 hesabı ilə qalib gəldi və Avropa Kuboqları uğrunda mübarizədə iri bir addım atmış oldu. Turan bu addımı, yəni bu qələbəsi çox vacib qələbə idi. Aradakı xal məsafəsini aşdı. Yenə deyirəm, bax, bu komandalar hal-hazırki dönəmdə xal itkisi qorxusu var. Bax, məsəl üçün, oyunun qutarmağına yaxın, bitməsinə yaxın baxırsan ki, bir top buraxdılar, oyun daha gərginləşdi. Yəni, növbəti bir Naval, Hassov, Qəbələnin bir hava topu daha təhlükəli ola bilərdi. Ona görə də son oyunlar gərgin keçir. Önəmli qələbə qazandı. Mən düşünürəm ki, haradasa 65-70% demək olar ki, o işlərini həll eləyiblər. Yəni, Avropa Kuboqlara vəsqəni təmin edib. Bəli, bəli. Qəbələdə vəziyyət yaxşı deyil. Artıq komanda play-off oynamağa doğru gedir, məğlubiyyətlər sıralayır. Bu komandadan nə etmək lazımdır düzəlsin? Valla bir çox oyunlara baxıram ki, son oyunlarda istefa zadda qışqırırlar orada. Komanda qışdan sonra həqiqətən yaxşı futbol sərgiləyirdi. Nə baş verdi, necə oldu, indi orada da dostlarımız var. Yəni, əlaqə saxlayırıq, danışırıq, amma futbol haqqında çox danışmırıq, çünki onların öz işləridir o. Mənim üçün də qaranlıqdır ki, nə baş verdi ki... Qışdan sonra normal oyun sərgili deyəndə, qışdan sonra bu komandanın qalib gəldiyi yeganə komanda bir dənə İmişlidir. İmişdəki qışdan sonra ümumiyyətlə gəlməsi. Yox, amma oynadıqları futbol onsuz da, yəni mövsümün əvvəlindən Qəbələ çox yaxşı futbol oynayır. Nəticə olmasa belə, amma məsəl üçün mən bir çox oyunlarını onların meydanından izləmişdim. Deyirdim ki, bu komanda bugün, sabah hansısa partladacaq da. Amma getdikcə daha geriyə doğru getdilər bunlar. Yəni, birbaşa olaraq məncə günah rəhbərlikdədir. Hələ də fikirləşirlər ki, play-offdakı oynayacaq komandanı uzudacaq. Mən elə düşünürəm. Mən düşünmürəm onun fikirləşsinlər. Onlar rahatdırlar. Qəbələ rəhbərliyi çox rahatdır ki, yəni play-offda oynayacağımız komandanı belə bizə bəsdir. Bəlkə Kaxa da rahatdır. Çox da özlərini yormurlar. Amma Kaxaya hər gün istefa səsləri gəlir. O da başa düşülən deyil. Hətta bəzi baş adları hallanır. Elmar Baxşevi yazmışdılar və Cavid Hüseynovu yazmışdılar. 3 məşqçi üzərində qalıblar. 3-cü məşqçi kimdir o bilinmir. Kaxanın yerinə, əgər Kaxa getsə, bu 2 məşqçidən biri gələcək deyə düşünürlər. Hal-hazırda boşda olan məşqçilərimiz olardı. Samir Abbasov da var, təbii ki, boşda. Amma onun adı hallanmır. İndi hansına qərar verəcəklər, nə edəcəklər bilmirəm, amma hal-hazırdakı dönəmdə görsənir ki, yəni orada pis komanda formalaşmamışdı. Mən futbolçuların fərdi keyfiyyətindən yox, psixoloji durumundan. Onda çıxartsınlar Kaxadan, Çıxracını qoysunlar, Çıxracını dövründə daha yaxşı olur. Bir baş məşqçi məşqindən başqa, işindən, hər bir şeydən psixoloq olmalıdır, qardaş. Epizodlara görə futbolçuya yanaşması, danışması bu qərarları dəyişə bilmə bacarığı olmalıdır. Yəni, futbolçu bugün aqresivdirsə, mən də aqresiv olum. Futbolçu bugün hər qərara görə, hər situasiyaya görə baş məşqçi qərar vermək lazımdır. Bugünkü bizə ayrılan vaxt başa çatdı. Gələn verilişlərdə görüşmək üzrə. Çox sağ ol ki, sən də gəldin. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə. Sağ ol.